Skiflər bütün qullarının gözlərini içdikləri süd səbəbindən kor edirlər. Onlarda müharibə ilə bağlı adətlər belədir. Bir skif ilk dəfə bir adam öldürəndə onun qanından biraz içir. Döyüşdə öldürdüyü hər bir adamın başını isə kralın yanına aparır. Çünki kim baş gətirirsə, əldə olunan qənimətdən pay alır. O, öldürdüyü adamın baş dərisini qulaqlarının ətrafından kəsir, dərini tutaraq silkələyib çıxarır, sonra isə mal qabırğası ilə ətini təmizləyir və əlləri ilə yoğuraraq yumşaldır. Bu cür hazır edəndən sonra onu əl dəsmalı kimi saxlayır. Öz atının yəhərini asır və bununla fəxr edir. Ən çox belə dəsmal dərisi olan adam ən cəsur sayılır. Bir çoxları bu dərilərdən çoban paltarı kimi geyinmək üçün xələt tikir. Bəziləri isə düşmənlərinin sağ əl dərisini dırnaqları ilə birlikdə soyub ox qablarının üzərinə örtük düzəldir. Kəllə sümükləri ilə bağlı adətləri isə belədir. Yalnız ən böyük düşmənlərinin kəllələrinə bunu edirlər. Qaşların altından kəlləni mişarlayaraq kəsir, içini təmizləyirlər. Əgər skif kasıbdırsa, yalnız kəllənin üzərinə öküz dərisi çəkir. Varlıdırsa, həm öküz dərisi çəkir, həm də iç tərəfini qızılla örtür və onu içki qabı kimi istifadə edir.